Özel günlərinizin nəfəs olmaz xatirəsi olan bu konfetləri Bantiko'dan sifariş edə bilərsiniz. Salam, əziz Azərleydi saytının izləyiciləri. Bu günlərim sizinlə kəsmikli peçenyanın hazırlanma qaydasını öyrənəcək. Bunun üçün bizə lazımdır 500 qram ərəkdən keçirilmiş un, 1 paket vanilya, 1 paket qabartma tozu, 250 qram margarin yağı, 200 qram kəsmik, 100 qram şəkər tozu, 1 ədəd yumurta, ağlı sarılı və 180 qram xamam. Başlayırıq xəmirimizi yoğurmağa. Ərzaqlarımızı yoğuracağımız qaba bir-bir əlavə edirik və xəmirimizi yoğururuq. Yoğurduğumuz xəmiri əlimizdə yumuru bu formaya gətiririk. Üzərinə şəkər tozu əlavə edirik. İstərsə belə və yaxud da istərsə əlinizdə bir balaca xəmiri açaraq öncə bir üzünü şəkər tozuna batırırıq, daha sonra qatlayıb digər qalan yarısını da şəkər tozuna batırıb yenə qatlayıb və üzərini şəkər tozu əlavə edirik. Bu büküm qaydasına qaz ayağı deyilir. Peçenyalarımızı 200 dərəcədə 10-15 dəqiqə bişiririk. Budur, peçenyalarımız hazırdır. Gördüyünüz kimi hər iki formada peçenyalarımız çox gözəl alınıb. Nümunə üçün birini kəsib sizə göstəririk. Peçenyalarımızın üstü kimi içi də çox gözəldir. Dadı da nəfis. Nuş olsun. Sağ olun. Əgər videomuz sizə faydalı oldusa, like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın. Yeni videolarımız üçün kanalımıza abunə olun və bizi sosial şəbəkələrdən izləyin.